Salam, dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə MİQ imtahanında düşmüş sualı nəzər yetiririk. Belə bir funksiya sualdır. Əksər tələbənin problem yaşadığı funksiya sualdır. Qorxmuruq, baxırıq. Bax, mənə nədir? Lab funksiyasıdır. Bax, burada da lab funksiyası x və a bir çox tələbəni çaşdırıb. Nədir çaşdıran məqam? Baxın, dəyərli tələbələr, bax, bu bir siyahıdır. Sən lab A siyahısını götürürsən, yəni 1, 2, 3, 4, 5 siyahısını götürürsən, əziz tələbə. Deməli, sən burada len x yazanda, funksiyanın, yəni len x yazanda bu siyahının uzunluğunu götürürsən. Bəzən yəni deyə bilərsiniz ki, axı belə mən bunu götürmüsən, bu tam ədəddir. Bu dırnaqda verilməyib. Sən dırnaqda verilməyən elementin necə uzunluğunu tapasan axı? Fikrimi izah eləyə bildimmi dəyərli tələbələr? Deməli bizdə 5 olmuş olacaq bu. Bura nə deməkdir? 0, 1, 2, 3, 4 alınmış olacaq. İndi isə gəlin i-nin 0 halında buranın nə iş baxdığını təyin eləyək, tapaq. X 0 bərabərdir. X 0-ın kvadratı bölünsün 2. Əla. Gəlirəm, mən siyahını indeksləyirəm. 0, 1, 2, 3, 4. Əla. X 0-cı element nədir? Artıq siyahı burada içində dəyişəcək. 0-cı element 1-dir. 1-in kvadratı bölünsün 2. Əslində bu nədir? X kvadratı bölü 2-dir də. Düzdürmü? Bu da 1 bölünsün 2. 1 2-yə bölünəyə çevrilir 0-a. Ümumiyyətcə yadda saxlayın. A bölünsün B halında A B-dən kiçikdirsə bu dəyər 0 olmuş olacaq. Amma A mod B halında A B-dən kiçik, belə üzr istəyirəm bir dəqiqə. Aha, A B-dən kiçikdirsə nəticə A-nın özünə bərabər olmuş olacaq. Bunu hər zaman yadınızda saxlayın. Deməli, i0 halında bizim nəticəmiz 0 oldu. Artıq burada bizim dəyərimiz 0 olmuş oldu. İndi gəlirəm i-nin 1 halında. x1 bərabərdir. x1-in kvadratı bölünsün 2. Deməli, x1 nədir? 2. 2-nin kvadratı nədir? 4. 4 bölünsün 2 nədir? Bizə 2-ni vermiş olacaq. Elə 1, 2 olaraq qalacaq. Daha sonra i-nin 2 qiymətində x2 bərabər, siyahı içdən dəyişir yoldaşlar. x2 kvadrat bölü 2. Day belə yazıram. x2 nədir? 9. 9-un kvadratı nə eləyir? Üzr istəyirəm. 3. 3-ün kvadratı nə eləyir? 9. 9 bölünsün 2 bizə 4-ü verir. Deməli, artıq ikinci indeks sahib element 4 olacaq. Sonra 4-ün kvadratı bölünsün 2, yəni 16 böl 2 bizə 8 verəcək. Bu olacaq 8. Sonra 5-in kvadratı, yəni 25 bölünsün 2 bizə 12 nəticəsini verəcək. Bu da olacaq 12. Artıq A siyahısı dəyişdi. 0, 2, 4, 8, 12 olmuş oldu. Və sənə son nəticə olaraq A plus lab A verir. Deməli, 0, 2, 4, 8, 12 və 0, 2, 4, 8, 12 olmuş olacaq. Nəticə bu olacaqdır. Gəlin burada proqramı da yazmışam. İcra edib nəticəmizə baxaq. Son nəticə bu olmuş olacaq. Sağ olun, sağlıqla qalın.